Vaxtınız xeyir olsun değerli tamaşaçılar. Sizinle Mətanət Əliyevadır. Studiyamızda Bakı vaxtıdır. Xəbər verdiyimiz kimi ötən gün Qəbələ şəhərində Türk Dövlətləri Təşkilatının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü keçirildi və görüşün yekununda bəyannamə imzalandı. Qeyd etmək istəyirəm ki, zirvə görüşündə regional və sülh və təhlükəsizlik mövzusuna həsr olunmuş zirvə görüşündə iştirak edən dövlət və hökumət başçıları, eləcə də digər rəsmi qonaqlar tərəfindən çox mühüm mesajlar, çox mühüm açıqlamalar verildi. Bu məsələlər ətrafında söhbət etmək üçün Sistem Analitik Mərkəzinin rəhbəri, siyasi şərhçi Orxan Yolçiyevi dəvət etmişik. Orxan müəllim, xoş gəlmisiniz. Xoş gördük. Çox sağ olun dəvətə görə. Çox şadam növbəti dəfə sizin verilişinizdə iştirak eləməkdən. Az əvvəl də qeyd etdim, bugünkü mövzumuz ötən gün Qəbələ şəhərində keçirilmiş Türk Dövlətləri Təşkilatı Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşü. Orada müzakirə olunan məsələlər, dövlət başçıları, hökumət başçıları tərəfindən səsləndirilən xüsusi mesajlar, açıqlamalar və ümumiyyətlə sonda qəbul olunan bəyannamə və qəbul olunan qərarlardır. Bütövlükdə Azərbaycanın növbəti dəfə ev sahibliyi etdiyi belə bir mühüm tədbirlə bağlı fikirlərinizi eşitmək istərdim. Buyurun. Çox sağ olun. Ümumilikdə çox tarixi bir hadisənin biz şahidi olduq. 12 Türk Dövlətləri Təşkilatının 12-ci sammiti özlüyündə yeni bir təşkilat üçün yeni bir istiqamətləri, əməkdaşlıq istiqamətlərini müəyyən etdi. Və bu ilki mövzu da regional sülh və təhlükəsizlik mövzusuna həsr olunmuşdu və bu da təsadüfi deyil. Çünki bütün Türk dövlətlərinə, təşkilatına daxil olan bütün dövlətlər bugün regional təhdidlərlə qarşılaşırlar və ilk olaraq onu deyim ki, bu təkcə yəni birbaşa ola bilər ki, hərbi təcavüzlər biz görmürük, amma hibrid təcavüzlər, hibrid təhdidlər var hər bir ölkəyə qarşı. Və bir çox digər böyük aktorlar, böyük dövlətlər də bu birliyin güclənməsindən, onun yeni bir səviyyəyə çatmasından da bir qorxu keçirdirlər. Və öncəliklə bu əsrlər boyu da bu cürə olub, amma Qarabağ münaqişəsinin həlli və Azərbaycanın Qarabağ münaqişəsinin yekununda 44 günlük vətən müharibəsində şanlı qələbəsi sanki bu Türk Dövlətləri Təşkilatı çərçivəsində inteqrasiyaya bir təkan vermiş oldu. Yəni bu coğrafiyadan çox şey asılıdır. Coğrafiya bir çox hallarda dövlətlərin, xalqların taleyini həll eləyir və bu cür münaqişələr bir çox böyük dövlətlər tərəfindən qalmağında onlar maraqlıdırlar. Yəni müəyyən bir güc mərkəzlərinin formalaşmasının qarşısının alınması üçün. Amma regional sülh və təhlükəsizlik bu bizim anlamımızda təkcə hərbi təhlükəsizlik anlamına gəlmir. Bu eyni zamanda iqtisadi təhlükəsizlikdir, bu enerji təhlükəsizlikdir. Bu mədəni sahədə olan məsələlərin qorunub saxlanması, ümumi ortaq adət-ənənələrimizin qorunub saxlanmasına üçün olan deməli təhlükəsizlik məsələləri əsas bu meyarlar rol oynayır. Amma onu deyim ki, bu Türk Dövlətləri Təşkilatı özlüyündə çox geniş bir potensiala malikdir və artıq 12-ci sammitdə və çox mütəfəkkir belə fikirlərin orada səsləndirilməsi bütün dövlət başçıları tərəfindən onun göstəricisidir ki, yəni Türk dövlətləri təşkilatın daxil olan ölkələrin liderlər arasında bir artıq onun inkişafının strategiyası var. Yəni bir yol xəritəsi var. Biz hara gedirik, hansı istiqamətə doğru irəliləyəcəyik və real olaraq biz bunu bir neçə il əvvəl də demişdik ki, Türk dünyası, Türk Dövlətləri Təşkilatı Avrasiyada yeni güc mərkəzi olacaq, yeni qlobal güc mərkəzi olacaq. Çünki bu ümumiyyətlə təşkilat özlüyündə etnik zəmində formalaşmamalıdır əslində. Yəni onun daha da cəlbedici olması üçün burada təkcə Türk faktoru üzərində bu qurulmamalıdır. Və ona görə də bu təşkilat çərçivəsində biz yeni bir
formatın, yeni bir bəyanatların şahidi olduq. Misal üçün TDT Plus formatı. TDT Plus formatı bu Türk dünyasından daxil olmayan və yaxud digər bölgələrdə, digər mədəniyyətlərə sahib olan dövlətlərin də bu təşkilata cəlb olunmasını özündə ehtiva edir. Pakistan kimi misal üçün gələcəkdə nüvə dövlətidir. Və yaxud bizim coğrafiyamızı birləşdirici dövlətlər var ki, hansılar ki bizi birləşdirirlər. Gürcüstan kimi. Gürcüstan gələcəkdə həmən bu təşkilatda bir status ala bilər, müşahidəçi statusu ala bilər. Və yaxud o Mərkəzi Asiyada Tacikistan deyək ki, çünki Tacikistanı biz Mərkəzi Asiya dövlətlərinin dən ayrı təsəvvür et. Türk dövlətləri demək 4 Türk dövlətidir və bir Tacikistan, amma Tacikistanı biz ondan ayıra bilmərik, çünki tarixən bu vahid bir orqanizm şəklində inkişaf eləyib bu dövlətlər. Xalqlar tarixən bir mühitdə formalaşıblar. Və çox maraqlıdır ki, biz hazırda çox güclü bir iqtisadi həm də təhlükəsizliyin formalaşmasını da görürük və Qəbələdə bu çox aydın sezilirdi. Misal üçün Qazaxıstan prezidentinin çıxışında yeni sənaye platformasının, sənaye proqramı platformasının deməli yaradılması təşəbbüsü ilə o çıxış elədi. Özbəkistan prezidenti ayrılıqda sənaye alyansının yaradılmasını təklif elədi. Ondan sonra İqtisadi Şuranın, TDT-nin İqtisadi Şurasının daimi komissiyasının yaradılmasını təklif elədi. Ondan sonra dövlətlər arasında bir iqtisadi mühitin formalaşması üçün yeni bir platformanın yaradılmasını təklif elədi. Əslində bu nədir? Bu yaxın gələcək üçün dövlətlər arasında çox sıx inteqrasiyanı özündə ehtiva edən bir təkliflərdir. Yəni bilirsiniz, Avropa Birliyi 1952-ci ildə Avropa Birliyi özü formalaşanda nəyin üzərində formalaşdı? Polad və kömür birliyinin deməli müəssisələrinin birləşməsi nəticəsində yeni bir deməli birlik formalaşdı və bu gələcəkdə özünü Avropa Birliyində formatında özünü tapdı. Eyni zamanda biz bugün bunun formatını müşahidə edirik. Yəni sənaye müəssisələrinin formalaşması, sənaye alyansının formalaşması, iqtisadi kooperasiyanın, xüsusi proqramın, iqtisadi kooperasiya üzrə xüsusi proqramın tətbiq edilməsi bu çox ciddi təkliflərdir və bu böyük bir TDT-nin çox böyük regional inteqrasiya, yalnız Türk dövlətləri üçün deyil, eyni zamanda digər dövlətlər üçün də çox ciddi bir regional təşkilata çevrilməsinə gətirib çıxardacaq. Bəli, sözünüzə qüvvət. Bu məsələlərin reallaşması Türk Dövlətləri Təşkilatının daha geniş coğrafiyasının daha da genişlənməsinə, eləcə də böyük qlobal güc mərkəzi, eyni zamanda böyük iqtisadi potensialın ortaya çıxması deməkdir təşkilatın timsalında. Orada biz qeyd elədik ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev başda olmaqla digər dövlət başçıları mühüm mesajlar səsləndirdilər. İndi bir məsələyə diqqətinizi çəkmək istəyirəm. Ötən gün İlham Əliyev belə bir təkliflə çıxış etdi ki, 2026-cı ildə Türk Dövlətləri Təşkilatına üzv ölkələr çərçivəsində Azərbaycanda hərbi təlimlərin keçirilməsini təklif etdi və bu məsələ ilə bağlı çox açıq fikrini söylədi. Bildiyiniz kimi görüşün mövzusu da regional sülh və təhlükəsizlik idi. Ümumiyyətlə bu məsələlərin ardı-arda gətirilməsi, bu proseslərin xronoloji olaraq inkişaf etdirilməsi regiona nə verəcək və niyə bu məsələlər vacibdir bugün? Buyurun. Əslində Azərbaycan özü bir regional sülhə və regional sabitliyə töhfə verən açar ölkədir. Təkcə bizim regionda yox. Avrasiya qitəsində Azərbaycan 21-ci əsrdə yeganə dövlətdir ki, öz deməli ərazi bütövlüyünü özü həll etdi. Özünün çox güclü hərbi potensialından arxalanıb həll elədi. Özünün çox güclü ordusu vasitəsilə və
güclü Ali Baş Komandanın hesabına həll etmiş oldu və bu bir örnəkdir digər türk dövlətləri üçün və Azərbaycan burada bir açar ölkə kimi, bir lider ölkə kimi lokomotiv rolunu oynayır. Və biz artıq görürük ki, əvvəllər bilirsiniz bir təxminən 6-7 il əvvəl mənim yadımdadır belə bir fikirlər səslənirdi ki, həm elə Mərkəzi Asiya dövlətlərindədir ki, bu heç vaxt hərbi bir təşkilat ola bilməz və ya bu yalnız humanitar və yaxud maksimum iqtisadi sahədə əlaqələrin inkişaf elədiyi bir təşkilat olacaq. Amma biz görürük ki, bugün tam olaraq bu fikirlərin əksinə olaraq bu yəni hərbi təşkilat olmayacaq, amma çox güclü hərbi komponentlərin, elementlərin cəmləşdiyi bir təşkilat olacaq və Azərbaycan burada əsas lokomotiv rolunu oynayır. Və bu cənab prezidentin təklif elədiyi hərbi təlimlər bu ümumiyyətlə son illərdə görülən işin bu istiqamətdə məntiqi nəticəsidir. Çünki bizim artıq bu dövlətlərlə birgə hərbi təlimlərimiz keçirilir. Bəli, bu Türk Dövlətləri Təşkilat çərçivəsində olmasa da, amma onun müəyyən digər adlar altında, misal üçün birləşdik təlimləri oldu ötən il. Orada bütün Mərkəzi Asiya dövlətləri və Azərbaycan orada iştirak elədi. Deyək ki, Türkiyə orada yox idi. Amma misal üçün belə digər bir hərbi təlimlər var, sonsuz qardaşlıq hərbi təlimləri və orada artıq Türkiyə, Pakistan, Qətər, Qazaxıstan, Özbəkistan kimi dövlətlərin hamısı və xüsusi təyinatlılar orada bu təlimlərdə iştirak edirdilər. Ayrıca bizim Türkiyə ilə cənab prezident onu vurğuladı. 20-dən çox hərbi təlimlərimiz olub ötən il yalnız və Turaz Qartalı deyilən bir hərbi təlimlər biz keçiririk iki tərəfli əsnada. Bundan başqa hərbi sənaye potensialının inkişafı istiqamətində də çox ciddi işlər görülür. Azərbaycan və Türkiyənin deməli birgə hərbi müəssisələrin təkamülü, onların formalaşması kimi, misal üçün dron aparatlarının istehsalı kimi zavodların fəaliyyətə başlanması artıq bu reallaşıb və artıq Türkiyə ilə Qazaxıstan arasında deyək ki, birgə dronların istehsal etdiyi zavod tikilib. Və bu istiqamətdə hesab edirəm ki, çox böyük bir potensial var. Nəyə görə bu vacibdir və cənab prezidentin dediyi təklif də, çıxış elədiyi təklif də aydındır ki, nəyə görə bu bugün üçün çox var. Çünki bütün dövlətlər faktiki olaraq bu çalxalanan dünyamızda, Avrasiyada təhdidlərlə üz-üzədir. Yəni bu Mərkəzi Asiya dövlətlərinin ələxüsusda onların misal üçün müttəfiq baxımından ən yaxın, bizdən yaxını yoxdur onlara. Yəni Azərbaycan və hesab edirəm ki, hətta bu dövlətlərlə də biz yaxın illərdə Türkiyə ilə bağladığımız Şuşa bəyannaməsi onun kimi bir bəyannamənin də imzalanması çox elə uzaqda da deyil. Yəni bütün bu dövlətlərin birgə təhlükəsizlik sistemində olması labüddür, vacibdir və hamısı da bugün onu başa düşürlər ki, bu nə dərəcədə vacib bir elementdir. Bax, bu hərbi əməkdaşlığın gücləndirilməsi, Türk Dövlətləri Təşkilatı çərçivəsində əlaqələrin hərbi əməkdaşlığın inkişafına gətirib çıxarır. Bir məqam budur. Eyni zamanda təşkilata üzv ölkələrin hərbi potensialının, hərbi sisteminin güclənməsinə də gətirib çıxarır fərdi qaydada. Məsələn, biz bunu Azərbaycan-Türkiyə əməkdaşlığında da görürük. Eyni zamanda biz təhlükəsizlik məsələsindən danışdıq. Yekun olaraq bu əməkdaşlığın üst mərhələyə gətirilməsi, daha da inkişaf etdirilməsi istəyir Türk dünyasında sabitliyin təmin olunmasında, təhlükəsizliyin təmin olunmasında açar rol oynaya bilər. Yəni, siz də qeyd elədiniz, hərbi əməkdaşlıq həm ölkələrin hərbi sisteminin güclənməsinə, həm də təşkilatın hərbi potensialının güclənməsinə, eləcə də bütövlükdə, regionda, coğrafiyada sülhə, təhlükəsizliyə bir qarant gətirər, sülhə gətirər, təminat verər. Necə düşünürsünüz? Əlbəttə bu onun qayəsi də, əsas ideyası da odur ki, biz yeni bir təhlükəsizlik arxitekturasını formalaşdıraq bölgəmizdə. Çünki bugün Mərkəzi Asiya
regionu Cənubi Qafqazdan ayrılmaz bir vahid bir orqanizm şəklində inkişaf eləyir bizim əlaqələrimiz. Bizim əsas logistik bütün potensialımız, ümumiyyətlə bütün infrastrukturumuz Qazaxstanda, Özbəkistanda qurulan və ya qurulmuş və qurulan və qurulacaq infrastruktura hesablanıb. Yəni Bakı, Tbilisi, Kars o Mərkəzi Asiyadan gələn ürünlərin, malların Avropaya daşınması üçün nəzərdə tutulub. Və bunu nəzərə alaraq Mərkəzi Asiyada daimi sülhün bərqərar olması çox vacib bir şeydir. Və ona görə misal üçün Qəbələ forumunda, sammitində cənab Mirziyoyevin, Özbəkistan prezidentinin bir maraqlı təklifi oldu ki, Türk dövlətləri arasında daimi qardaşlıq və dostluq bəyannaməsinin, sazişinin imzalanmasını təklif elədi və bunu yaxın zamanlarda artıq həyata keçirilməsini təklif elədi. Çünki biz indi beyin mərkəzləri kimi bütün prosesləri araşdırırıq və görürük ki, üçüncü dövlətlər tərəfindən Türk dövlətləri arasında birliyi, vahid birliyi pozmaq üçün müəyyən təşəbbüslər var. Bu açıq, misal üçün Mərkəzi Asiyada biz bunu açıq-aydın görürük. Qazaxıstanla Özbəkistanın arasını nə cürə vurmaq istəyirlər. Məhz logistik deməli bu xətlərin keçirilməsi üzərindən. Misal üçün belə bir bəyanatlarla çıxış edirlər bu Telegram kanallarda. Öncəliklə bu Rusiyanın Telegram kanallarında daha çox sezilir ki, bəs Özbəkistan hazırda Çin, Qırğızistan, Özbəkistan dəmir yolu tikilir. Və belə bir informasiya məkanını ələxüsus da Qazaxıstanın belə bir informasiya ilə doldururlar ki, bəs Özbəkistan Qazaxıstanın başı üzərindən onu yan keçməklə yeni bir logistik marşrut deməli tikir, inşa edir və bir-birinə qarşı qoyurlar. Və bunu geniş kütlələr əlbəttə bunun detallarına qədər vara bilmirlər və bunu daha çox biz ekspertlər onlara başa salmalıyıq ki, əslində bu heç də belə deyil. Ümumiyyətlə yeni orta koridor ümumiyyətlə bunun diversifikasiya, şaxələndirilməsi bugün çox vacib məsələlərdən biridir. Və onun Qazaxıstandan keçən qolu ilə yanaşı Qırğızistan, Özbəkistandan keçən qolları da çox vacibdir. Yük həcmlərinin artması, ümumiyyətlə Mərkəzi Asiyanın vahid bir orqanizm halında dünyaya açılması üçün çoxlu sayda logistik dəhlizlərin olması vacibdir. Bizə də o vacibdir. Bizim Bakı, Tbilisi, Kars dəmir yolundan savayı Zəngəzur koridorunu da biz artıq reallaşması üçün ciddi səylər gedir və təsadüfi deyil ki, demək olar ki, bütün çıxışçılar, bütün liderlər öz çıxışlarında məhz Azərbaycan-Ermənistan münaqişəsinin sonlandırılmasına xüsusi önəm verdilər, vurğu vurdular. Niyə görə? Çünki bu münaqişənin sonlandırılması həmin bu dövlətlər üçün də yeni imkanlar açır. Bir qədər də nəqliyyat, logistika imkanlarının yaxın zamanda daha da genişləndirilməsi, eləcə də bu coğrafiyada Türk Dövlətləri Təşkilatı çərçivəsində iqtisadi proseslərin yaxın 1-2 ildə sıçrayışlı inkişafı ilə bağlı danışmanızı istərdim. Ötən gün Azərbaycan və Türkiyə prezidentləri, eləcə də Özbəkistan və Qazaxıstan liderləri də həm iqtisadi məsələlərlə bağlı, həm Zəngəzur dəhlizi ilə bağlı, həm yaxın gələcəkdə iqtisadi əlaqələrin hansı tempdə inkişaf edə biləcəyi ilə bağlı önəmli açıqlamalar verdilər. Xüsusilə də cənab prezident İlham Əliyev tərəfindən Zəngəzur dəhlizi ilə bağlı mühüm mesajlar verildi. Ümumiyyətlə, necə hesab edirsiniz? Zəngəzur dəhlizinin açılması paralelində Türk Dövlətləri Təşkilatının da bax bu dəhliz çərçivəsində əlaqələrin inkişaf etməsi və təşkilat daxilində iqtisadi proseslərin yaxın gələcək perspektivləri necə görürsünüz? Bilirsiniz, logistika ümumiyyətlə inteqrasiya üçün bu hər şeydir. Yəni biz misal üçün ümumi dilə, ümumi dinə, ümumi dəyərlərə malik ola bilərik. Amma bizim bir iqtisadi inteqrasiyamız üçün logistik xətlər olmasaydı, biz heç vaxt misal üçün Türk Dövlətləri Təşkilatı çərçivəsində belə sammitlər heç inanmıram keçirilsəydi. Yəni ortaq dil olması və ya ortaq dinin olması bu hər şey demək deyil. Misal üçün Rusiya-Ukrayna məsələsini götürün. Qardaş xalqlar da bir-birini qırmaqla məşğuldular. Amma bizdə bu tamam başqa bir ideyalar üzərində qurulub. Yəni biz
bu inteqrasiyanı sürətləndirmək üçün hansı işlər görüldü? Öncəliklə nəqliyyat infrastrukturu ən yüksək standartlara, dünya standartlarına cavab verir və Azərbaycan son 10-15 ildə həddindən artıq çox böyük bir işlər görür. Bakı-Tbilisi-Kars dəmir yolunun ancaq tikilməsi üçün 1 milyard dollara yaxın ancaq Azərbaycan özü yatırım qoydu və Qazaxıstanda görülən işlər, Özbəkistanda görülən işlər, indi Qırğızistanda görüləcək işlər və Türkiyənin özündə də görülən işlər və bu artıq bizim bir inteqrasiyamıza, iqtisadi inteqrasiyamıza gətirib çıxaran bir element oldu. Və ona görə də logistik məsələlər, bu gün hesab eləyin ki, əsas deməli ticarət dövriyyəsi Avrasiyada Çinlə Avropa Birliyi arasında gedir. Təxminən 800 milyard dollara yaxın bir ticarət dövriyyəsi var. Çox ciddi rəqəmlərdir, çox böyük rəqəmlərdir. Və bu məkanda Çinlə Avropa Birliyinin sərhədlərinə qədər 6 türk dövləti yerləşir. Yəni ümumilikdə 8 dövlət yerləşir, deyək ki, bu orta dəhliz boyunca. Onlardan biri Gürcüstan, digəri Ermənistan, amma əsas bu 6 dövlət böyük rol oynayır və Gürcüstan da buna artıq bir inteqrasiya olunub. Bu deməli, bu əməkdaşlığa inteqrasiya olunub. Qazaxıstan, Azərbaycan, Gürcüstan dəmir yolları bu gün vahid bir element kimi formalaşıb və vahid bir element kimi işləyir. Və bu sahədə hesab edirəm ki, logistikanın inkişafı gətirib Türk Dövlətləri Birliyinin daha da vahid bir orqanizm şəklində, daha böyük bir birlik şəklində formalaşmasına gətirir. Qalan bütün nə varsa hamısı logistikanın artıq üzərində qurulur. Mərkəzi orta koridor və yaxud bəziləri ona mərkəzi koridor deyirlər. O özlüyündə hesab eləyin ki, əgər xəritəni açsaz, bu bir qan damar sisteminə oxşuyur. Və sanki bizim bütün ölkələrimizi kislorodla təhciz eləyir. Bizə bir yaşam verir. Bizim bütün bu coğrafiyada yerləşən ölkələr üçün bir yaşam verir, həyat verir. Və bu sıradan bu dəhlizin daha da modernləşməsi, bu sıradan daha da böyük, orada daha çevik işlərin görülməsi vacibdir ki, bu yaxın gələcəkdə də böyük biznes üçün, ələxüsus Avropa Birliyi ilə Çin arasında əlaqələr üçün əsas birləşdirici bir dəhliz olsun. Onları biznes üçün, ən əsası da biznes üçün, beynəlxalq biznes üçün cəlb edici olsun. Dünən cənab prezident də qeyd elədi ki, bəs mərkəzi orta koridor üzrə daşımalar artıq artıbdır. Ondan sonra tranzit müddəti deyilən bir şey var. Tranzit müddəti azaldılıbdır. O da tranzit müddətinin azaldılması o həmən dəhlizin daha da cəlb edilməsi, cəlb ediciliyini daha da artıracaq. Və bu istiqamətdə biz daha da çox çalışmalıyıq ki, bu dəhliz daha çox potensialı olan bu dəhlizi daha çox açaq biz dünya üçün. Ötən gün Qəbələdə keçirilən zirvə görüşündə belə bir fikir səsləndirildi ki, Türk Dövlətləri Təşkilatı artıq qlobal güc mərkəzinə çevrilir və bu gücün daha da inkişaf etməsi üçün səylər daha da artırılmalıdır. Burada bütün dövlət başçılarının müsbət fikirlərini eşitdik və xüsusi səylərini gördük. Bununla bağlı nə demək istəyirsiniz və yaxın gələcəkdə bu mərkəzi necə görürsünüz? Mən hesab edirəm ki, bu mərkəzin çox böyük bir gələcəyi var. Ümumilikdə bu bizim Avrasiya qitəsində olan o xaosu sakitləşdirə biləcək bir güc mərkəzi olacaq. Ümumiyyətlə Türk xalqları tarixən onlar belə qurucu xalqlar olublar. Yəni ola bilər ki, bu köçəri tayfaları tarixi üzərində qurulubdur, amma özlüyündə misal üçün Türk dünyası, Türk Dövlətləri Təşkilatı Avrasiyada bu bir barış mərkəzli bir təşkilat olacaq. Və ona o TDT plus formatı məhz onun üçün nəzərdə tutulub. Yəni tarixən ümumiyyətlə Türk nəyə görə mən deyirəm ki, bu Türk etnik faktor üzərində qurulmamalıdır. Bütün digər xalqlara da açıq olmalıdır. Çünki
türklər tarixən ümumiyyətlə onlar monoetnik bir cəmiyyət olmayıblar. Türklər harda yaşayıblarsa müxtəlif tayfalar, qəbilələrlə həmişə əməkdaşlıq formatında əməkdaşlıq ediblər. Yəni onlar inteqrasiya olunublar müxtəlif cəmiyyətlərə bir-biri ilə. Məsəl üçün Ermənistan kimi yəni olmayıblar da, monoetnik dövlət olmayıblar heç vaxt. Yalnız harda ki yalnız bir xalq yaşayır. Ona görə biz bunu qurmaqla bu bir çətir rolunu oynayacaq yaxın gələcəkdə. Digər qoruyucu, bəli, sabitliyə təminat verən bir çətir rolunu oynayacaq Türk Dövlətləri Təşkilatı və biz buna doğru gedirik. Və hesab edirəm ki, burada bir sıra digər məqamlar da var. Məsəl üçün təhsil sistemi, ortaq təhsil sisteminin mövcudluğu məncə potensialı olan bir istiqamətdir, bəli. Nəyə görə? Çünki misal üçün əgər biz indi bu sənaye alyanslarının formalaşması, ortaq sənaye proqramının formalaşmasından danışırıq, amma bizə ümumiyyətlə Türk Dövlətləri Təşkilatının əhalisinin böyük hissəsi gənclərdir. Gənclər arasında inteqrasiyanı təşviq edici bir, stimullaşdırıcı bir layihələrə biz yol açmalıyıq. Misal üçün deyək ki, ən birincisi deyək ki, Türk Dövlətləri Təşkilatı ölkələri arasında, tələbələr arasında bir daha çox əməkdaşlıq, təhsil mübadiləsidir, əməkdaşlıq. Yəni gənclər bir-birinə gedib gəlməlidirlər. Bizim elitalar arasında çox yüksək bir əlaqələr var da, çox güclü əməkdaşlıq var və Qəbələ samiti də bunu göstərdi. Amma kütləni götürəndə, yəni cəmiyyətlər bir-biri haqqında o qədər də məlumatlı deyillər. Misal üçün biz nə dərəcədə Qazaxıstan tarixini, mədəniyyətini yaxından bilirik də və yaxud Özbəkistan tarixini və yaxud onlar Azərbaycan tarixini nə dərəcədə, Azərbaycan ədəbiyyatını deyək ki, nə dərəcədə yaxından bilirlər. Ona görə hesab edirəm ki, orta məktəblərdə, elə orta məktəb dərsliklərində hətta Qazaxıstan, Özbəkistan, Qırğızistan, Türkmənistan, Türkiyənin ünlü yazıçıları, şairləri, onların ədəbi romanları haqqında müəyyən bir saatlar ayrılmalıdır, yerlər ayrılmalıdır ki, eyni zamanda Azərbaycanın da tanınmış ədəbiyyat xadimləri, deyək ki, tanınmış yazıçıları haqqında həmən ölkələrin məktəblərində bir tədris proqramı olmalıdır. Ondan savayı biz misal üçün bir-birimizlə bir çox hallarda ələxüsus da Mərkəzi Asiya dövlətləri ilə hələ ki rus dilində danışırıq. Ortada düzdür belə bir layihə var, ortaq türk əlifbası və bu da ortaq türk dilinin formalaşmasını gətirib çıxar. Amma bu uzun bir prosesdir. Əvvəla ortaq dil bu evolyusiyanın nəticəsi olmalıdır. Dil heç vaxt direktiv metodlarla formalaşmayıb. Dil müəyyən bir evolyusiya, təkamül prosesi keçəndən sonra formalaşır. Və hesab edirəm ki, misal üçün əgər gələcəkdə rus dili indi əgər saatları məktəblərdə, ələxüsus orta məktəblərdə azalsa, onları misal həftədə bir neçə saat həmən bu dillərin öyrənilməsinə sərf oluna bilər. Qazax dilinin, Özbək dilinin, Qırğız dilinin. Ortalama deyək ki, Azərbaycan indi filoloqların araşdırmalarına görə orta Azərbaycanlı deyək ki, Qazax dilini öyrənməsi üçün təxminən 6-7 ay bəs eləyir. Eyni zamanda Qazaxstanda da yaşayan Azərbaycanlılardan da mən soruşmuşam ki, Qazax dilini siz və yaxud Özbək dilini neçə müddətə öyrənmişsiniz? Deyiblər, yarım il müddətində ideal olaraq öyrənmək olar. Və bu ortaq deyək ki, və bu bilirsiniz nəyə gətirib çıxardır? Biz yeni dil formalaşdırmırıq. Hərə öz dilində danışacaq və hamı bir-birində anlayacaq, başa düşəcək. Çox maraqlı bir prosesə gətirib çıxardır. Və eyni zamanda ortaq ədəbi, deyək ki, ortaq yazıçıların, ortaq romanların, həmən dövlətlərdə olan yazıçıların, deyək ki, romanların, bədii əsərlərin öyrənilməsi də ölkələrimiz arasında, ələxüsus gənclər arasında da inteqrasiyanın daha da fəal olmağına gətirib çıxaracaq. Və bir məqamı da qeyd edeyim xüsusilə. Bunu biz adətən ekspertlər arasında tez-tez müzakirə edirik. Gənclərin ümumiyyətlə inteqrasiyası üçün, onların misal üçün bir-birinə daha tez gəliş-gedişini asanlaşdırmağa rəvac verən bir təşəbbüslər irəli sürülməlidir. Misal üçün biz təklif eləyirdik ki, tələbələr üçün, araşdırmacılar üçün, müəllimlər üçün
aviabiletlər aşağı salınsın, qiymətləri aşağı salınsın. Çünki bu gün siz misal üçün Astanaya getməkdən ötəri təxminən iki tərəfli bir 700 manat civarında pul xərcləməlisiniz. Amma tələbələrin indi aydın məsələdir bunu. Hər dəfə bu qədər məbləğdə ola bilər imkanları çatmasın və onlar üçün deyək ki, xüsusi imtiyazların verilməsi, biletlərin aşağı salınması bu əlaqələrin daha da inkişafına gətirib çıxaracaq. Yəni ortalama deyək ki, bir doktorant gəlib araşdırma aparmaq istəyir Azərbaycan arxivlərində, Azərbaycan kitablarında. Buna bir güzəştlər olunmalıdır, bəli. Və bu da öz-özlüyündə bilirsinizmi nəyə gətirib çıxardacaq? Bu gələcəkdə gənclər nə qədər bir-biri ilə daha ünsiyyətdə, daha sıx olsalar, bu gələcək üçün ümumi əmək bazarının formalaşmasına gətirib çıxardacaq. Bu çox ciddi məqamdır. Ələxüsus da biz bu günlərin çıxışımın əvvəlində dedim, hibrid təhdidlərlə üz-üzə qalırıq. Misal üçün onlar nədir? Bu gün biz Rusiya ilə əlaqələrin pozulması fonunda Azərbaycan diasporasına qarşı müəyyən bir pressingi görürük, təhdidləri görürük, düzdürmü? Həmən insanlar, misal üçün, əgər bizim ortaq əmək bazarımız olsa, qayıdıb artıq bu bazar üçün işləyərlər. Ortaq əmək bazarında və o təkcə Azərbaycanlılara qarşı deyil özü də. Həmən o xalqlar da, Türk dövlətlərinin nümayəndələri də həmən təhdidlərlə üz-üzə qalırlar. Onların da miqrasiya ilə bağlı problemləri olur və onlar da ölkədən olur ki, qovulurlar. Və ona görə bizim belə bir ortaq əmək bazarının formalaşması, yenə deyirəm, amma gənclərin hamısı inteqrasiyasından keçir. Və əgər biz Azal şirkətidir, nə bilim Qazax Airways-dir, Özbəkistan Hava Yollarıdır, bu şirkətlər ortaq bir məxrəcə gəlsələr, deyək ki, gənclər üçün biletlərin qiymətini aşağı salsalar və bu çox ciddi bir inteqrasiya proseslərinə gətirib çıxardacaq. Orxan müəllim, sizə izləyicilərimiz adından təşəkkür edirik. Studiyamıza gəldiyiniz üçün və maraqlı səsləndirdiyiniz fikirlərə görə və sizə fəaliyyətinizdə uğurlar arzulayıram. Çox sağ olun, minnətdaram dəvətinizə görə. Beləliklə bizə ayrılan zamanın sonuna gəldik. Xatırladıram ki, Bakı vaxtının bugünkü qonağı Sistem Analitik Mərkəzinin rəhbəri, siyasi şərhçi Orxan Yolçuyev idi. Biz qonağımızla ötən gün Qəbələ şəhərində keçirilən Türk Dövlətləri Təşkilatlarının Dövlət Başçıları Şurasının 12-ci zirvə görüşünü nəticələri ilə bağlı müzakirə apardıq. Sağ olun, sağlıqla qalın.